Qabağa getmək üçün bu dövrdə gərək verəsən də, bildiniz də nə mənada. Amma mən vermədim. Okey, mən qazandım. Elə belə sərt şəkildə də deyirəm. Və özüm öz xoşumla, öz ərizəmlə işdən yazıb çıxdım. Sizə o xoşbəxtliyi yaşatmadım ki, siz məni işdən çıxardasınız. Vətən müharibəsi qəhrəmanı adı almaqla deyil, polkovnik general olmaqla deyil. Bax, bundansız. Kişiliyiniz yoxdur, okey? Nəhayət, əlhəmdülillah, bitdi. 2 illik cəhənnəm, 2 illik işgəncə bitdi. Əmək kitabçamı aldım. Bayramova Günel. Və Xaraba hərbidən canım qutardı. Xaraba. Ora girdiyim günə bir daş yağaydı. Azərbaycanın bəlkə də ən əxlaqsız yuvası olan bir yerdir hərbi. Və mənim kimi qadınlara həqiqətən də orada, yəni mümkün deyil, mən nə idi özümü getdim ora saldım, nə bəlaydı.